Sən kimsən? Mən Şah İsmayıl Səfəvi. Sən o dini iki yerə bölən adamsa? Yox, adamı iki yerə bölənəm. Azərbaycan tarixində saysız döyüşlər, düşmənçiliklər olub. Fətəli xanla Kərim xan Zənd, Kərim xanla Qacar və s. Amma bunlardan heç biri Səfəvi Şirvanşah düşmənçiliyinə bənzəməyib. Bu düşmənçilik Putinlə Bayden düşmənçiliyi kimi deyildi. Bu düşmənçilik qan düşmənçiliyi idi. Səfəvi Şeyx Cüneyd Şirvanşah Xəlilullah tərəfindən, Şeyx Heydər isə Fərrux Yasar tərəfindən öldürülmüşdü. Oğlum, gəl gedək biraz səninlə təlim edək. Əla olar ata. Aləmşah, oğlumuzla biraz təlim keçəcəm. Ona düşmənlərimizlə necə döyüşmək lazım olduğunu öyrədəcəm. İcazə verirsən? Çalış övladımıza travma yaşatma əzizim. Yox, qətiyyən. Cavan İsmail əvvəlcə atasına, sonra isə bəylərə baxır və öyrənirdi. Oğlum, hə ata, bu Şirvanşahlardır. Bilirsən Şirvanşahlar kimdir? Yox ata, bizim düşmənimizdir və biz onların hamısından nifrət edirik. Niyə ata? Düşmənçilik nəyə lazımdır? Olmaz ki, mən təkcə öz... Yox oğlum, onlar bizdən hər şeyimizi aldılar. Bizə xəyanət etdilər. Bizim nüfuzumuzu, gücümüzü və sənin babanı. Vay alçaqlar, mən bu şərəfsizləri dilim doğrayacağam. Onlara dünyanı dar eləyəcəm. Onlara... Ata? Heç oğlum, gözümə toz qaçmışdı. Ata və qardaşının ölümündən sonra İsmail burada qızılbaş döyüşçüləri tərəfindən yetişdirilməkdə idi. Aha, siz kimsiz? Burada nə işiniz var? Kisənizdə nə qədər qızıl varsa tez verin. Mən Hüseyn bəyəm. Bu da İsmaildir. Ona atası kimi böyük döyüşçü olmağın yollarını öyrədirəm. Nə şirin uşaqdır. Nəsə öyrənə bilmisən balaca? Bax belə şeyxim. O artıq onlardan hərb, strategiya sirləri öyrənmiş, qılınc ox oynatmaqda rəqibsiz olmuşdu. Eyni anda 2 nəfərlə bilək güləş edir, hətta eyni anda 10 nəfərlə qılınc zəngi etdiyi, amma heç bir rəqibinin ona yaxınlaşa bilmədiyi qeyd olunurdu. 1500-cü ildə Dərviş Baba Xeyrullahın vasitəçiliyi ilə Əpər adlanan yerdə Sultan Murad və Əlvənd Mirzə arasında sülh sazişi imzalandı və Ağqoyunlu dövləti iki yerə bölündü. Şəhzadələr o qədər zülm etmişdilər ki, xalq Ağqoyunlu soyuna nifrət etməyə başlamışdı və yeni xilaskar arayışında idi. O xilaskar isə Şah İsmayıl Səfəvidən başqası deyildi. Ağqoyunlu gücünün bölünməsi onun üçündə münbir şərait yaratmışdı. Bu durumdan yararlanmaq üçün İsmayıl 7 nəfər ən yaxın qızılbaş əmri ilə birlikdə Lahıcanı tərk etdi. Gilanı tərk edənə qədər ona 70 nəfər, daha sonra isə Rum və Şam tayfalarından tərəfdarlar qoşuldu. Tarumda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi. Oradan qızılbaşlar qış keçirmək üçün Xəzər dənzi yaxınlığındakı Ərçivan adlı yerə gəldilər. İsmayıl Qarabağ, Göyçə, Çuxursat istiqamətində irəliləyərək Şərqi Anadoludakı Ərzincan məntəqəsinə gəldi. Burada İsmayıla Ustazlı, Zülqədər, Qacar, Təkəli, Əfşar, Varsaq tayfalarından, həmçinin Qarabağ sufilərindən ibarət 5000 qazi qoşuldu. Keçirilən məşvərətdə qışı Ərzincanda keçirdib, əsas qüvvələr gəldikdən sonra Əlvənd Mirzəyə hücum etmək düşünülsə də, İsmayıl bu təkliflərin heç birini qəbul etmədi. O ilk əvvəl atasının qisasını almağı özünə borc bilirdi. Ne olursa olsun dayı, ben ölürüm, bu davadan vazgeçmem. Yapma yeğenim. Alem dediğin kahpe olmuş. Kim ne oluyorsa Allah mübarek etsin dayı. Azdan az, çoktan çok gider. Və beləcə 1500-cü ildə 1-ci Fərrux Yasara qarşı 7000 qızılbaşla hücuma keçildi. İlk əvvəl İsmayıl Qarapir bəy Qacarı 2000 nəfərlik dəstə ilə Kür üzərindəki körpünün təhlükəsizliyini təmin etmək üçün göndərsə də, Şirvanşah Fərrux Yasar buna mane olmaq üçün həmin mövqedə 3000-lik qoşun yerləşdirdiyindən qızılbaşlar körpüyə hakim ola bilmədilər. Kür sahilinə gəlib çatan İsmayıl qabağa atıldı və çayı keçdi. Qızılbaşlar bundan ürəklənib hamısı özünü çaya vurdu və beləcə Kür keçildi. Çayı keçən qızılbaş ordusu dərhal Şirvanşahın sahildə yerləşdirdiyi qoşuna hücum edib onları məğlubiyyətə uğratdı. Qızılbaşların Kürü keçdiyini eşidən Fərrux onlardan 2 dəfə çox olmasına baxmayaraq Şirvanı tərk edib Gülüstan qalasına çəkilmək istədi. Amma İsmayıl Cabanı adlanan yerdə Fərrux Yasarı haqladı. Hardan gəlmisiniz? Biz yaxın kətlərdən gəlmişik. Ciyər yeməyə gəlmisiniz. Yox, təkcə yeməyə gəlməmişik. Nəyə gəlmisiniz? Gəlmişik ki, Fərrux kişinin sevincinə şərik olaq. Mübarəkbazlıq eləyək, xeyir-dua Niyəsiz? edək. Mübarək nə? Mübarəkbazlıq deyirlər də. Onu birinci dəfə eşitirəm. Bəli, qulaq deyir, gündə bir söz eşitməsə. İsmailin 7000-lik süvarisi 26000-lik Şirvanşahlara darmadağın etdi. Sərkərdələri döyüş meydanında həlak olduqdan sonra
Tək qalan Şirvanşah Hüseyn bəylərinin cilovdarı adlandırdığı Şahgəldi ağa tərəfindən vurulub atdan salındı. O, Şirvanşahın başını kəsərək İsmailə gətirdi. Beləliklə İsmail ata-babalarının qisasını almış oldu. Fərrux Yasarın ölümü Şirvanşahlar üçün böyük zərbə olsa da, hələ hər şey bitməmişdi. Bu səbəblə İsmail daha böyük qoşun toplamalı idi. İsmailin qoşununun əksər hissəsi qızılbaşlardan ibarət idi və qızılbaşlar və İsmail arasında çox güclü bir bağ var idi. İsmail özünü onlardan seçmədən döyüşdə öndə gedir, onlarla birlikdə çadırda yatır, onlarla birgə əziyyət çəkirdi. Buna görə İsmail Şirvanşahlardan ələ keçirilən qənimətlərin zülmlə əldə olunması səbəbilə Kür çayına atılmasını əmr etdikdə, əsgərlər tərəddüd belə etmədən bunu yerinə yetirdilər. Onlar öz şeyxlərinə çox sadiq idilər. Əgər İsmail desəydi ki, tullanın, onlar nə qədər deyərdilər. Əgər İsmail desəydi ki, 2 + 2 = 5 eləyir, onlar riyaziyyatın səhv olduğunu düşünərdilər. Amma İsmailin yox. Çünki İsmail bunu qazanmışdı. Belə bir gücün qarşısında isə heç nə dayana bilməzdi. Onun üçün artıq ikinci hədəf Bakı idi. Amma Bakı o vaxtlar alınmaz qala sayılırdı. Şəhər 3 qat divarla, bir tərəfdən dənizlə, quruda isə dərin və geniş xəndəklərlə əhatə olunmuşdu. İsmail qızılbaşları göndərib Bakını mühasirəyə aldı və təslim olması üçün elçi göndərdi. Şeyxim İsmailin buyruğudur. Sən kimsən ki, Səfəvi soyuna qarşı gəlirsən? Məktubu alan kimi təslim cavabını bildir, bəyət elə. Əgər ki, tez təslim olmasan, kəlləni öz qalanda sallandıracaq. Bədənivi də burada və quşa yem edəcək. Necə? Mən demirəm, Şeyx İsmail deyil, yəni mən elçiyəm. İsmailin cavabını gecikdirməyək, deyilmi vəzir? Bəli, elədir, elədir. Tez bunun kəlləsini kəsib bədənində paza keçirdin. Yox, mən elçiyəm, Bakı qalasında İsmailin elçisini edam etdilər. Buna qəzəblənən İsmail Bakı üzərinə yeriyib qalanı fəth etdi və elçisini öldürənlərin kəlləsini qala divarlarından astırdı. Biz kanla beslenmeyiz. Zülük değiliz. İtaatsizliğin raconunu biz koymadık. Ama biz uygularız. Büyüklerinize böyle iletin. İntiqamını aldıqdan sonra İsmail ilk evliliyini Şahbikə xanımla edir. İsmail onu ilk dəfə ov zamanı bulaq başında görmüşdü. Adın ne? Gamze, sizin? Benim adımı bilmiyor musun? Hayır, Ölüm demek. anlamadım. Enteresandan sonra bu geliyor. Anlamadım. Bakını aldıqdan sonra Gülüstan qalasını tutmaq üçün hərəkətə keçdi. Bu sırada isə İsmailin Şirvanı ələ keçirməsi xəbərini alan Əlvənd ordu toplanması haqqında əmr verdi və Şirvana yürüş üçün 40 minlik qoşun cəm etdi. Bunu eşidən İsmail Gülüstan qalasının mühasirəsini dayandırıb Naxçıvan istiqamətində hərəkətə keçdi. İsmailin irəlilədiyini eşidən Əlvənd Osman Sultan Türkmən adlı sərkərdəsini 10 minlik qoşunla onun yolunu kəsməyə göndərdi. İsmail bu maneəni dəf etmək üçün Qarapiri bəy Qacarın və İlyas bəy Halvaçı oğlunun komandanlığı ilə 5 minlik qoşun yolladı. Baş vermiş döyüşdə Osman və onun oğlu Məhəmməd də daxil olmaqla 5000 ağqoyunlu əsgəri həlak oldu. Qızılbaşlar qələbə qazandılar və çoxlu qənimət ələ keçirdilər. Osmanın məğlub olmasını eşidən Əlvənd qorxuya düşdü və İsmaila sülh üçün təklif göndərdi ki, ata yurdu Ərdəbili və tutduğu bütün Araziyanı vilayətləri Şirvanşahlar daxil mülk olaraq Səfəvilərə verir, amma bir şərtlə ki, Arazın digər tərəfinə keçməsin. Sultanın Azərbaycanı iki yerə böldüyü bəs deyil, daha da parçalamaq niyyətindədir. Bəli. Nə? Hey, daş Arazın o tayının dərdi sənin üçün azlıq eləyir. Hələ bu tərəfə də Arazın o tayda, bu tayda mənim doğma el-obamdır. Elində o başı bu başı olmaz, bunu sırğa elə az qulağından. Bəşəş. Xoş. Quluverçilərini də yığışdır, rədd ol buradan. Daş, bəs şahın fərmayişi necə oldu? İsmail təklifi rədd edib amalının birləşdirilmiş dövlət olduğunu, mal-mülk üçün döyüşmədiyini hamıya sübut etmişdi. Bu hadisədən qısa bir vaxt sonra 1501-ci ilin ortalarında Şah və Əlvənd Mirzə Şərur düzündə qarşı-qarşıya gəldilər. Hər iki ordu Azərbaycan türklərindən ibarət idi. Əlvəndin 30 min qoşununa nisbətdə Şah İsmailin 10 min qoşunu var idi. İsmailin qoşunu eynən belə idi. Spartans! Prepare for glory! Allah xırmızı xeyir eləsin. Əlvənd Mirzənin 30 minlik ordusu İsmailin 10 minlik qoşunu tərəfindən darmadağın edildi. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq
və rəqibin arxadan zərbələrini dəf etmək məqsədi ilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmədi. İsmail bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərdi. Şəxsən döyüşə atılan İsmail Əlvəndin ələmdarını qətlə yetirib Ağqoyunlu qoşununun sayılan əmirlərindən Kargiçay bəyi qılınc döyüşündə məğlub etdi. Həmçinin İsmail digər məşhur sərkərdələri də öldürmüş və başlarını özgə düşmanlarına görç olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu təpələrdə asdırmışdı. Bu döyüşdə Ağqoyunlular 8000 itki verdilər. Ağır məğlubiyyətə düçar olmuş Əlvənd Şərqi Anadoludakı Ağqoyunlu ərazilərinə qaçmağa məcbur oldu. Beləliklə İsmail xeyli qənimət qazanmış və ən əsası isə Təbrizə doğru yolu açmış oldu. 1501-ci ilin payızında Təbrizə daxil olan İsmail özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu. Şah İsmailin hakimiyyətə gələrkən özünü məhz Azərbaycan şahı elan etdiyi isə bütün tarixi qaynaqlarda öz əksini tapır. Həm də məhz babası Uzun Həsənin sarayında və onun taxtında özünü şah elan etməsi heç də təsadüfi deyildi. Şah İsmail bununla yenicə qurduğu Səfəvilər dövlətinin Ağqoyunlu xanədanının hüquqi varisi olduğunu nümayiş etdirirdi. İsmail bilirdi ki, parça-parça bölünmüş xalqını bir bayraq altında birləşdirmədiyi halda bu dövlət bərqərar olmayacaq. Dövlət zəif düşən kimi düşmənlər güc və pul hərisliyindən istifadə edib hər dəfə olduğu kimi müəyyən bəhanələrlə dövləti tarmar edəcəklər. Bu səbəbdən bütün türk tayfalarını ruhunda olan 12 İmam Şiəli əqidəsi ətrafında bir yumruq kimi birləşdirdi. Şaha qarşı gələn bəzi Ağqoyunlu bəylərinin zərərsizləşdirilməsindən başqa heç bir sünni qətliamı olmadı. Amma burada şaha qarşı çıxan, keçmişdə Səfəviləri satan və atasının, qardaşının qətlində əli olanları da ədalətə uyğun məhkəməyə çəkərək cəzalandırdı. Yaz! Fenerli misin, Beşiktaşlı mısın? Doğma büyüme Samsunluyum efendim. Ne? Vallahi Samsunluyum. Ben Fenerliyim. Bize 4 çekersiniz ha? 10 sene daha yedin. Aman hakim bey, böyle mahkeme olur mu? Mahkemeye hakaretten 20 sene daha! Etti 40, yaz! Aman ben ettim, siz etmeyin, merhamet. Beləliklə şah türkçülük və İslam əqidəsi ilə möhkəmlənmiş idarəsində hər kəsin hür, öz iradəsi ilə yaşaya biləcəyi bir dövlət yaratdı. Azərbaycan tarixində saysız qəhrəmanlar, sərkərdələr və şəxsiyyətlər olub. Təbii ki, onların hamısının öz yeri və dəyəri var. Amma onların heç biri Şah İsmail qədər məşhur və hərtərəfli bir lider olmayıb. Yaşadığı qısa həyatına böyük bir tarix sığdıran bu şəxsə doğru, yalan demədən çoxlu böhtanlar atılsa da, o Azərbaycançılıq, türkçülük meyarını ən uca yerlərə qaldıraraq adını qızıl hərflərlə Azərbaycan tarixinə həkk edib. Şah İsmail videosunun 3-cü hissəsinin gəlməyini istəyirsinizsə, videonu maksimum paylaşıb bəyənin. Bundan başqa, əgər mənə maddi dəstək olmaq istəyirsinizsə, Coffee.al saytından mənə Coffee hədiyyə edə bilərsiniz. Bunun üçün sadəcə Google üzərindən Coffee.al saytına daxil olursunuz. Daha sonra blog hissəsini seçib, axtarış bölməsinə Elşad yazırsınız. Səhifəmi tapdıqdan sonra buradan istədiyiniz məbləğdə mənə dəstək ola bilərsiniz. Həmçinin öz sözlərinizi də qeyd edə bilərsiniz. İlk dəstək olan şəxsin yorumunu səhifəmdə paylaşacağam. Dəstəkləriniz mənim üçün çox önəmlidir. Videoya 10.000 bəyəni gəlsə, 3-cü hissədə paylaşılacaq.